16'lıq say sisteminə verilmiş AFB2, 3, 4, A1 ədədlərinin cəmini tapıb 2'lik say sisteminə çevirin. Baxaq, əvvəlcə eləyərik, 16'lıq say sistemi olan ədədləri alt-alta toplayarıq. Daha sonra onu biz eləyərik, 2'lik say sisteminə keçirərik. İndi əvvəlcə bunu hesablasaq, 2 ilə 1'in cəmi bizə nə verir? 3 verir. B ilə A-nın cəmini hesablamaq üçün, əgər ki birbaşa 16'lıq say sistemində cəmləməyə çətinlik çəkirsinizsə, əvvəlcə B-nin 10'luq qarşılığını yazın. Sonra da A-nın 10'luq qarşılığını yazın və bunları cəmləyin. Aldığınız ədəd 16'lıq say sistemə keçin. 21'i keçirsək, biz 15 alarıq. Onun üçün nə edirik? 5'i buraya yazırıq və 1 yadda saxlayırıq. Daha sonra yenə eyni cür F-in qarşılığı nədir bizdə? 15. Üzərinə nə gəlirik? 4 gəlirik, bir də 1 gəlirik. Cəmləsək bu bizdə 20 alınır və 20 də bizdə 16'lıq qarşılığı 14 olduğu üçün 4'ü buraya yazıram və 1 yadda saxlayıram. Daha sonra yine eyni qayda ilə A-nın 10'luq qarşılığını yazaq. Daha sonra üzərinə 3 gələk və 1 gələk. Bu da bizə 14 verir ki, 14'ün də 16'lıq qarşılığı nədir bizdə? Hazır bir rəqəmimiz var zaten. Bu bizdə verir Y-ni. Buraya yazıram Y hərfi. Və sonra nə edirəm? Olduğu kimi saxlayıram. Deməli, ədədin məndə oldu Y 4, 5, 3. 16'lıq say sisteminə qarşı, yəni cəm bu formada oldu. İndi mən bunu edirəm, 2'lik say sisteminə çevirirəm. 2'lik say sisteminə çevirərkən bizdə 16'lıq say sisteminin hər bir rəqəmi 2'lik say sisteminin 4 rəqəminə bərabərdir. Ona görə 3'ün yerində qarşılıq olaraq 0, 0, 1, 1 yazıram. 5'in yerində 0, 1, 0, 1 yazıram. 4'ün yerində 0, 1, 0, 0 yazıram. Y'nin də yerində 1, 1, 1, 0 yazıram. Və bunu 2'lik say sistemində cavab kimi götürürəm. Və variantlara uyğun baxsaq, bizdə buna uyğun variantımız alınır B variantındakı cavab.